Unizer'dir. Her şey bu monitordadır. Bu monitor xarab olsa heç nə. Hələ bir ki maşın üçün həyatda yanır. Adi benzin bakı nədir? Benzin bakının da krışkası buradan açılır. Yəni bu işləməsə benzin bakı açmaq olmur. Zərətka yerin krışkasını əllə açmaq olur. Ancaq benzin bakınkini ancaq buradan aça bilərsiniz. Başqa yerdə knopkası yoxdur. Güzgülər burada idarə olunur. Nə bilim peçli, kondisionerlər hamısı burada idarə olunur. Başqa yerdən eləmək olmur. Yəni bu monitora bir şey olsa heç nə. Sonra kondisionerin bu şeylərdir bunlar. Reflektor deyirlər, nə deyirlər onlardır. Bu yana eləyirsən, jalüz bağlanır. Bu yana eləyirsən, açılır, üstüvə vurmur. Yuxarı eləyirsən, monitorun dalına vurur. Çox aşağıdadır. Buradakini də bu yana eləyirsən, bağlanır. Bu yana eləyirsən, üstüvə vurur. Böyle çox qəribə bir şey eləyiblər. Bu adi güzgüdür. Güzgüyə Jiguli güzgüsü də elə bil. Avtomat dördə əlləndir. Sonra zərətkaya qoy, 19'a düşdü zərətka, keçir benzindən gibritə. Qoyursan 1 saat gözləyirsən 100% yığır stansiyada da sürətli şarjda. Yığır, heç 50-60 kilometr sürə bilmirsən. Yazır 125 kilometr, ancaq 50-60 kilometr ancaq gedir. Yəni tez qutarır. Normal sürüşlə də, şəhərdə necə bək sürəsən. Normal sürüşlə tez qutarır. Yəni bataryası da çox zəifdir. Sonra get-gedə maşının içində səslər çoxalır. Motorundan yanıq iyi gəlir. Belə 2300 gedib. Maşının nə qədər minusu çıxıb. İndi get-gedə nə olacaq? Allah bilir.